Hal-hazırda hər kəsin marağında olan 81-18 filminin Nizami Kino Mərkəzində təqdimatındayıq. Gəlin birlikdə baxaq görək, hansı maraqlı hadisələr baş verəcək. Dən 81-18 filminin təqdimatıdır. Çox maraqlı bir janrda olan bir filmdir. Kinoteatrlarda hal-hazırda bu janrda film yoxdur. 81-18 filminin xronometrajı elə 81 dəqiqə 18 saniyədir. Bunu biz istəmədən olub bu. Hacının da birinci işidir. 81-18 filmi rejissor kimi, həm ssenari müəllifi kimi, həm də özdə çəkilib başrolda. Mən də yumor sahəsindən biraz uzaq, burada başqa bir obrazdayam. Görək əsas tamaşaçılar görək bəyənir yoxsa yox. Film haqqında qısa demək istəyərdim ki, yəni bu gördüyünüz 81-18 hər kəsdə var. Amma bu günə qədər çox şəxs bilməyib onu. Mən məsləhət görərdim ki, gəlib filmə baxsınlar və onu araşdırıb tapacaqlar. Və biləcəklər ki, 81-18 hər kəsdə niyə görə var. Xeyr, senarist əksər vaxtı özü oynayır, çünki onu yaşayır. Və bu da bəzi hadisələr olmuş hadisələrdən götürülüb ona görə. Film çox maraqlı bir filmdir. Çox əziyyətlə çəkildi. Səhnələri, yəni bir anlıq hər şey reallığın içərisində idi. Aktyorlarımız da, texniki heyətdə çox bir əziyyəti oldu. Düz yenə də nəticə etibarilə qərar yenə də tamaşaçılarına olacaq. Düşünürəm ki, inşallah bəyəniləcək. Filmin rejissoru Hacı Murada öz təşəkkürümüzü bildirirəm. İnşallah davamı gəlsin. Xeyirli olsun hər kəs üçün. Bəli, bu filmdə çox gözəl, məşhur aktyorlar rol alıb. Biz də bu filmə baxmaq üçün gəldik. Əlbəttə ki, çox gözəl filmdir, anlayışımız var. Ona görə də bunu seyr etmək üçün bura biz dəvətliyik. Hər kəsə can sağlığı arzulayıram. Bilirəm ki, bu filmdə həqiqətən də filmlərin çəkilməyi çox böyük cəsarət tələb eləyir və hətta çox əziyyətli bir işdir. Ona görə də mən uğurlar arzulayıram. 81-18 filminin qala gecəsinin aparıcılığı mənə və dostumuz Emil Şahzadəyə həvalə olunub. Bu mənim çox xüsusi bir zövqdür. Çünki son dövrlərdə milli kino istehsalında qorxu janrında bildiyim qədərilə heç bir film görməmişəm. Heç istehsalından da xəbərimiz yoxdur ki, hansısa bir qorxu filmi falan istehsal oluna, nümayiş oluna. Bunun üçün bu ayrıca bir zövqdür. Çünki biz özümüz də, digər tamaşaçılar da, gənclər xüsusən meyl edir xarici kino istehsalındakı qorxu filmlərinə baxmağa. Çünki yaşından dolayı mı bilmirəm, niyəsə indi daha çox maraq qorxu filmlərinədir. Hər kəs çox böyük maraqla baxır. Düşünürəm ki, bu film heç də geri qalmır Amerika kino istehsalının nümayiş etdirdiyi filmlərdən və yaxud da Hollywood filmlərindən. Ona görə də hamınızı böyük həvəslə bu filmin seyrinə dəvət edirəm və dostumuz Muradı və zarafatsız Elşadı xüsusilə təbrik edirəm. Çox sağ olun, çox iyi seyirlər, hələlik. Mütləq hər kəs yerli filmlərə bilet alsın, qoy yerli filmlərimiz inkişaf eləsin. Son vaxtlar çox azdır yerli film istehsalı. Çünki tamaşaçılar biraz xarici filmlərə daha çox yönəldi. Allah'ın izniyle istər bu film olsun, istər digər filmlər olsun, tamaşaçılar dəstək göstərsə, həm sayı çoxalar, həm keyfiyyət çoxalar. Bu film haqqında da inşallah çox gözəl kassası olar, çox baxılar. Uğurlar arzulayıram. Allah xeyirli uğur eləsin qardaşım. Nə xoş ki, bugün filmin təqdimatında mən həm tamaşaçı, həm də ki, aparıcı kimi dəvətliyəm. İnşallah birazdan təqdimat olacaq. Hər şey yüksək səviyyədə hazırlanıb. Treyleri görmüşük. Tanıtım rolikları, çarxları artıq seyr etmişik. Həyəcan var. O qədər böyük həvəslə gəlmişəm. Nə xoş ki, bugün Azərbaycanımızda yeni filmlər var. Adam ailəsi ilə, tanışı ilə, dostu ilə gəlir, izləyir və buna maraq getdikcə artır. Əminəm ki, bu son olmayacaq və inşallah bu filmin ardı davamı gələcək. Hamını dəvət edirəm seyr etməyə. Yəni bu janr o qədər hələ Azərbaycanda öz yerini tapmayıb, amma Elşad və onun komandası çox böyük cürət sahibidirlər ki, bugün belə bir formada film təqdim edirlər. Bütün komandaya uğurluq arzulayıram, bütün komandaya can sağlığı arzulayıram. Filmimiz çox gözəl bir filmdir, yəni belə deyim, qorxu janrındadır. Və düşünürəm ki, həm qeyri-adi ssenariyə, həm də ki, maraqlı ssenariyə malikdir və inşallah hər birimizə uğurlar olsun. Mənim də yəni qorxu janrında ilk işimdir.
İnşallah bütün kollektivə, bütün heyətimizə uğurlar arzulayıram. Uğurlarımızın davamı gəlsin. Bu qədər.